Mübarək Ramazan ayının gəlişi münasibətilə siz əzizləri təbrik edirəm və Allaha həmd edirəm ki, yenə də bizlərə bu mübarək Ramazan ayını nəsib etdi, ömür vəfa elədi. Yenə də Allah Təbarək və Teala bizləri qonaq olaraq dəvət elədi, öz rəhmət süfrəsini bizlər üçün açdı. Mübarək Ramazan ayı bəndəlik üçün, təmizlənmək üçün, paklanmaq üçün, kamilləşmək üçün, Allaha yaxınlaşmaq üçün çox gözəl fürsətdir. Bu nemətin qarşılığında, şükrünün qarşılığında acizük, gərək həmd edək və gərək çalışaq, bu Ramazan ayından gözəl istifadə eləyək. Ramazan ayı elə bir aydır ki, Allah Təbarək və Teala bizləri öz rəhmət süfrəsinə dəvət eləyibdir. Rəhmət qapılarını üzümüzə açıbdır. Allah Rəsulü buyurur, İnnə əbvəbəs-səma tuftahu fi əvvəli leylətin min şəhri Ramazan və la tuğləqu ilə axiri leylətin minh. Ramazan ayının birinci gecəsində göylərin qapıları açılar və sonuncu gecəyə qədər bağlanmaz. Allah rəhmət qapılarını bu ayda bizim üzümüzə açır. Başqa bir hədisində buyurur, Ləv ya'ləmul abdu ma fi Ramazan, ləvəddə ən yəkuna Ramazanus sənəh. Əgər bəndə Ramazan ayını dərk eləyə, dəyərin qiymətin bilə, arzu eləyər ki, bütün il Ramazan ayı olsun. Daha saymaz ki, haçan qutarar, bayram haçandı, neçə gün oldu. Ramazan ayı Allahın ən gözəl ayıdır, Allahın öz ayıdır, Şəhrullahdır. Bütün ayların xaliqi Allahdır, bütün aylar Allahındır. Amma o ki, Ramazan ayı Allaha nisbət verilir, bu Ramazan ayının əzəmətini çatdırır, dəyərin qiymətini çatdırır. Və yeganə aydır ki, Quranda adı çəkilib. Şəhru Ramazan əlləzi unzilə fihil Quran. Ramazan ayından savayı heç bir ayın adı Quranda gəlməyibdir. Ramazan ayında Allah o qədər lütf eləyir bizlərə. Həzrət Rasulullah Şəbaniyyə xütbəsində buyurur ki, sizin dualarınız bu ayda qəbuldur. Və duaukum fihi müstəcabun. Dualarınız qəbuldur. Və nəvmukum fihi ibadah. Yatmağınız Ramazan ayında ibadətdir. Ənfasukum fihi təsbihun. Sizin nəfəsləriniz Ramazan ayında zikr hesablanır. Və duaukum fihi müstəcabun. Dualarınız müstəcabdır, qəbuldur. Allah Resulü buyurur ki, İzəstəhəllə Ramazanğulliqət əbvabun nar. Ramazan ayının hilali göründükdə cəhənnəm qapıları bağlanar. Və futihət əbvabul cinan, cənnət qapıları bəndələrin üzünə açılar. Və Allahın rəhmətinin, mehribanlığının göstəricisidir. Ki, Ramazan ayının hilali görsənən kimi Allah əmr edir cəhənnəm qapıları bağlansın. Yəni, bəndələrim, istəmirəm siz cəhənnəmə gedəsiniz. İstəyirəm cənnət qapılarını açıram üzüzə, istəyirəm ki, cənnətə gedəsiniz. Allah istəmir biz cəhənnəmə gedək. Allah bizi çox sevir və bu əməli Ramazan ayında cəhənnəm qapılarının bağlanması, cənnət qapılarının bəndələrinin üzərinə açılması Ramazan ayında həm Ramazan ayının fəzilətini çatdırır, həm də bu ayda Allahın bəndələrə xüsusi rəhmətindən xəbər verir. Allah həmişə bəndələrinə rəhm eləyir, amma bu ayda xüsusi rəhmətdən xəbər verir bu hədis.
Və suffidətiş şeyatin. Həzrət Rasulullah buyurur ki, Ramazan ayında şeytanlar zəncirlənər. Bu da Allahın rəhməti, lütfidir. Şeytan, Quran bizə şeytanı açıq-aşkar düşmən kimi tanıtdırır. Və Allah da bu Ramazan ayında deyir, şeytanın hərəkətin sizə qarşı düşmənçiliyim məhdudlaşdırıram. Düşmənivi bağlamışam, zəncirləmişəm. Ey insan, ey mənim bəndəm, artıq o şeytan ki, sənin açıq-aşkar qatı düşmənindir, bu ayda sənə zərər vura bilməz. Bu qədər mühüm aydır. Xütbənin əvvəlində istədim Ramazan ayının gəlişi münasibəti ilə sizlərə təbrik ərz edəm və bir sıra bu nöqtələri işarə edəm ki, çox mühüm aydır, çox bərəkətli bir aydır. Əlimizdə olan bu dəqiqələrin, saatların, günlərin, gecələrin gərək qədrin bilək. Keçən il mübarək Ramazan ayından bu il mübarək Ramazan ayına qədər bir çox insanlar dünyadan getdilər. Darı dünyanı tərk etdilər. Allah dünyadan gedənlərimizə, valideynlərimizə, şəhidlərimizə, müctəhidlərə rəhmət eyləsin. Biz ki, bu mübarək Ramazan ayını dərk etmişik, Allah yenə bizə nəsib eləyib, gərək şükür edək. Gərək həmd edək. Gərək maksimalını çalışaq, istifadə eləyək. Təmbəllik etməyək. Çox əlverişli şərait yaranıbdır. Elə bir məsələlər Həzrət Şabaniyyə xütbəsində vurğulayır ki, daha nə istəyirsən? Yatmağın ibadət, nəfəs almağın zikir, duaların qəbul, ibadətlər qəbul. Başqa heç bir ayda belə bir fürsət yoxdur. Ramazan sözünün mənası nə deməkdir? Ramazan qəməri aylarından 9-cu ayın adıdır. Qızmar istidə, şiddətli istidə, günəşin səhra qumları üzərinə saçmasına Ramazan deyirlər. Əgər rəməz sözündən, maddəsindən tutularsa. Ona görə Allah Rəsulü buyurur ki, İnnəmə summiyər Ramazan liənnəhu yərməduzzunub. Həzrət buyurur ki, buna görə bu ay Ramazan adlanıb ki, liənnəhu yərməduzzunub. Ki, günahları yandırır. Tüstü olmadan yandırmaq mənasını daşıyır. Ramazan ayında insanların günahları yanır, məhv olur. Alimlər bu barədə hansı maddədən tutulub Ramazan sözü fikir bildiriblər. Bəziləri deyirlər ki, Ramazdan tutularsa, payızda yağan yağış mənasını çatdırır. Necə ki, payızda yağış yağar, yer üzərin tozdan təmizləyər payız yağışı. Ramazan, buna xatir Ramazan adlanıb ki, Ramazan ayında insan günahların çirkabından təmizlənir. Ramazan Allahın adlarından biridir. Allah Təbarək və Teala'nın adlarından biridir. Hişam ibn Salim Səəddən nəql edir ki, 8 nəfər İmam-ı Muhammed Baqir əleyhissalamın məhzərində əyləşmişdik, mübarək Ramazan ayı haqqında söhbət edirdik. Həzrət buyurdu, La təqulu haza Ramazan və la zəhəbə Ramazan və la caə Ramazan. Demiyiz, bu Ramazan, Ramazan gəldi, Ramazan getdi. فَإِنَّ رَمَضَانَ إِسْمٌ مِنْ أَسْمَاءِ اللّٰهِ عَزَّ وَجَلَّ. Çünki Ramazan Allah Təbarək və Teala'nın adlarından biridir. Ramazan Allah'ın adlarından biridir. وَلَكِنْ قُولُوا شَهْرُ Ramazan. Deyəndə ay sözün əlavə eləyiz. Deyiz Ramazan ayı. Demiyiz Ramazan gəldi, bu Ramazan, o bursu Ramazan. Ramazan ayı, ay sözün əlavə eləyiz.
Ramazan ayında nə edək? Bu barədə çoxlu bizlərə tapşırıqlar var. Məxsusən yenə də vurğulayıram. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmin Şəbaniyyə xutbəsini oxuyaq. Amma bu hədisdə Həzrət Əmirül Möminin Əli ibn Əbi Talib əleyhissalam buyurur: "Əleykum fi şəhri Ramazan bi kəsrətil istiğfar və dua." Sizə tapşırıram, Həzrət Mövla bizə buyurur, İmamul Muttəqin, təqvalı insanların imamı. Ramazan ayında çoxlu istiğfar ediyoruz və çoxlu dua ediyoruz. Allah'tan bağışlanmaq istiyoruz, istiğfar və dua ediyoruz, Allah'ı səsliyoruz. Fəəmməd-dua fəyyədfəu ənkum əl-bəlaə. Həzrət buyurur ki, dua sizdən bəlaları dəf eləyər, uzaqlaşdırar. Və əmməl istiğfar fəyumha bihi zunubukum. İstiğfarın vasitəsilə sizin günahlarınız məhv olar. Həzrət Mövla bu hədisində Ramazan ayında bizləri çoxlu istiğfar etməyə və çoxlu dua etməyə səsləyir, dəvət edir. Və nəticələrini də bizə buyurur. Buyurur ki, çoxlu istiğfar eləyirsiniz, çoxlu dua eləyirsiniz. Çoxlu dua etsiniz, bəlalar sizdən uzaqlaşır. Həzrəti Rasulullah da buyurur ki, Ramazan ayında, namaz vaxtlarında əllərinizi Allah dərgahına qaldırın. Dua eləyirsiniz, Allahı səsləyirsiniz. Dualarınız Ramazan ayında müstəcab olur. Həzrət Rasulullah istiğfar haqqında buyurur. Buyurur ki, günahlarla yüklənmisiniz siz. Bizlərə buyurur. Sizlər günahlarla yüklənmisiniz. İstiğfarın vasitəsilə özünüzü günahlardan azad edirsiniz. Özünüzü yüngülləşdirirsiniz. Həzrət Mövla da buyurur ki, duanın vasitəsilə bəlalar sizdən uzaqlaşar, istiğfarın vasitəsilə günahlarınız aradan gedər. Xütbəni Allah Rəsulundan bir hədislə yekunlaşdırıram. Allah Rəsulu buyurur ki, "Ma min mu'minin yasumu şəhra Ramazan ihtisaban illa avcaballah lehu sab'a xisal." Hər bir mömin Allaha xatir mübarək Ramazan ayında oruç tutsa, Allah 7 mükafat ayırar ona. 7 şey verər ona. Özünə Allah vacib bilər ki, bu mükafatları versin o bəndiyə. Əvvəluha yəzibul haramu fi cəsədih. Mömin ki, Ramazan ayında oruç tutur, haram bədənindən əriyib çıxar. Və saniyyətu yəqrubu min rəhmətillah. Ramazan ayında oruç tutan mömin Allahın rəhmətinə yaxınlaşır. Allah qucaq açır bu bəndiyə, rəhmət qucağını açır ki, bəndəm gəl, çox sevir oruç tutan bəndəsin. İnşallah gələn xütbələrdə bu məsələyə işarə eləyəcək. İndi qısa olaraq bunu qeyd edeyim. Hədislər var bu barədə. Yaxşı əməllərə Allah təbarək və təala 10 mükafatdan 700-ə qədər vurğulayıbdır. Baxın, bir yaxşı əmələ 10 mükafat və 700-ə qədər hədislərdə gəlibdir ki, Allah mükafat verər. Amma oruca yetişəndə Allah deyib ki, bu oruc mənimdir, oruç tutan mənimdir. Və özüm onun mükafatıyam. Nələr verəcək Allah oruç tutana qiyamət günü məlum olacaq. Və salisətu yəkunu qəd kəffərə xətiyyətə Adəmə əbihi. Oruç tutan, oruç tutmağı ilə mübarək Ramazan ayında atası ki, Adəm Əbul-Bəşərdir, Həzrət Adəm əleyhissalamın xətasını örtür. Və rabiətu yuxəffifullah ənkum səkəratil məvt. Allah oruca xatir can verməyi oruç tutan bəndiyə asan eləyir.
Həzrət Rasulullah buyurur ki, siz ki oruç tutursunuz, Allah can verməyi çox çətin andır. Hamımızı gözləyir bu an. Oruç tutmağın can verən məqama da, həmin vaxtda da böyük təsiri var. Hər kəs Ramazan ayında oruç tutarsa, can verməyə asan olar. Vəl-xamisə, beşincisi, əmanun minəl-cu'i vəl-atəşi yevməl-qiyamə. Mübarək Ramazan ayında oruç tutan adam qiyamət gününün susuzluğundan və aclığından amanda qalar. Çox çətin gündür qiyamət günü. Qiyamət gününün dəhşətləri, vəhşətləri, aclığı, susuzluğu var. Necə ki, Həzrət Rasulullah Şəbaniyyə xutbəsində buyurur ki, Ramazan ayında oruç tutmaq vasitəsilə qiyamət gününün aclığın, susuzluğun yad eləyüz, xatırlayız. Sizi elə bir gün gözləyir ki, çox çətin gündür. O günün aclığı var, susuzluğu var. Ramazan ayında oruç tutmağın vasitəsilə qiyamət gününün aclığın, susuzluğun xatırlayız. Bu hədisi şərifdə Həzrət buyurur, hər kəs Ramazan ayında oruç tutarsa, qiyamət gününün aclığından, susuzluğundan amanda qalar. Və sadisə, altıncısı, yu'tihillah bəraətən minənnar. Ramazan ayında oruç tutan adama Allah təbarək və Teala cəhənnəm odundan bəraəti, amanda qalmağı, sığortalanmağı əta eləyər. Oruc cəhənnəm odundan qalxandır. Və sabiətu yut'imuhullah min səmeratil cənnə. Ramazan ayında oruç tutan adamı Allah təbarək və Teala cənnətin meyvələrindən, nemətlərindən yedizdirər və cənnət meyvələrini ona əta eləyər. Allahın verirəm öz izzət kərəminə bizləri həqiqi oruç tutanlardan qərar versin.